Niye Romalılar yeni ili Mart'tan yanvara köçürdüler? Çünkü siyaset ve təqvimlər qarışıq şeydir. Baxın, sürətli bir tarixə nəzər salaq. Ən erkən yeni il qeyd etmələri 4000 ildən çox əvvələ gedir. Qədim Mesopotamiyaya gedib çıxır. Əkinçiliklə bağlı yaz festivalları idi. İndi isə irəli gedək, Roma təqvimi əvvəlcə Mart ayında başlayırdı. Ta ki, Yuli Sezar Eyen 45-ci ildə onu islah edənə qədər və başlanğıcların 200'lü tanrısı Yanus'u şərəfləndirmək üçün 1 yanvarı, yeni il günü elan etdi. Orta əsrlər Avropası tarixi yenidən dəyişdi. Bəzən 25 Mart veya 25 Dekabra, buna görə də yeni il hər yerdə sabit değildi. 1082 ildə Papa Grigorian təqvimini təqdim etdi. Əksər ölkələr növbəti əsrlərdə 1 yanvarı qəbul etdilər. Yeni il ənənələri də inkişaf etdi. Pis ruhları qovmaq üçün fişənglər qədim Çindən gəldi. Gecə yarısı öpüşü və qərarlar isə bəxt və yeni başlanğıclar haqqında xalq inanclarından böyüdü. Beləliklə, növbəti dəfə gecə yarısı tost edəndə yadda saxlayın, bu, astronomiya, siyasət və köhnə xurafatların qarışığıdır. Hamısı bir gecəyə yığılmışdır.